Salam əziz izləyicilər, sizə bu günləri Xırdalan şəhərdə Avparkın yaxınlığında mərkəzi yoldan, prospektdən cəmi cümlətanı 150 metr aralıda olan bir həyət evimizi çəkib təqdim etməyə gəlmişik. Birinci həyəti təqdim edeyim sizə. Geniş bir həyətimiz var. Bu bizim həyət hissəmizdir. Buradan bizim həyət hissəmiz, baxın, evin bu bir tərəfdə həyətdir belə. Bu evimizin darvazası. Buranı göstərim, təqdim edeyim sizə. Evimiz çox gözəl, mükəmməl yerləşmə yerinə malikdir. Yer çox gözəl, süper. Bu balaca bir, bu da həm kombi sistemi quraşdırılıb, həm tualet kimi istifadə olunur. Həyətdə ayrıca. Bura bizim bir giriş hissəmizin koridor hissəsidir. Ev istipoldur, girən kimi girişdə. Qarşıda bizi bir sanuzel hissəsidir. Hamam ayrı. Bu bizim hamam hissəsidir. Bu sanuzel tuvalet. Hamısı ayrı, səliqəli təmir, yeni təmirdən çıxmış. Bu bizim qonaq otağıdır, həm studiya formasındadır. Bu bizim geniş bir, böyük bir qonaq otağımız. Bu mətbəx hissəsi, studiya. Otağın pəncərəsi, yəni qarşısı açıq, öz həyətinə baxır. Yəni heç bir maneə yoxdur, aralı. Pəncərə hissəsi çox belə qıraqdan görünür. Ev aralıdır, yəni hər bir şey. Kombi sistemi, geniş bir, yəni qonaq otağı, studiyamız. Buradan keçirik evimizin. Bu bir yataq otağımız. Belə. Yəni dediyim kimi, baxın, pəncərəsi öz həyətinə baxır. Heç bir maneə yoxdur, yəni. Kombi sistemi, istilik sistemi hamısı kombidir. Bu bir qonaq otağı. Gördüyümüz kimi pəncərə yenə öz həyətinə baxır. Bu ikinci bir yataq otağımız. Yenə pəncərə qarşısı açıqdır, maneə yoxdur. Bu da bizim detski bir otağımız. Belə. Əziz izləyicilər, qiyməti səhifədə qeyd edəcəm. Yəni, kimin nə sualı varsa evlə bağlı səhifədə əlaqə nömrəniz qeyd olunub. Geniş, mərkəzi prospektə yola yaxın, 150 metr, mərkəzi yolla evin arası 150 metr bir geniş bir, yəni məsələn arası var. Ev 5 otaq, studiya zalı ilə bir yerdə.